25 yaşdan sonra artıq dərimiz kollagen itirməyə başlayır. Amma narahat olmayın, indi sizə elə bir retinollu seriya göstərəcəm ki, bunu istifadə etdikdə dəriniz parlayacaq, incə qırışlarınız isə azalacaq. Gel dərini yumşaq təmizləyir, retinolu çox yumuşaqdır, dərini yandırmır. Tonik məsamələri açır, dərini sakitləşdirir. Retinolu tərkibində iki formada var. Biri dərini yeniləyir, digəri yumşaq qoruyur. Sadə dildə desək, biri dərini hazır edir, digəri nəticə verir. Gündüz kremi dərini qidalandırır, incə qırışları azaldır, amma üzərində mütləq şəkildə SPF çəkmək lazımdır. Çox vacib məqam: retinollu məhsulları axşam hamısını birlikdə istifadə etməyin. Dəriniz qızara və ya yanma hissi verə bilər. Axşam sadəcə gel, üstündən tonik və ya gel, gecə kremi bəs edir. Səhər isə üzünüzü yuyun, gel və toniklə təmizləyin, sonra gündüz kremini və SPF-i çəkin. Belə etdikdə dəriniz həm rahat nəfəs alacaq, həm də retinoldan maksimum fayda görəcək. Həftədə 3 dəfə istifadə edilir. Qalan günlər isə retinol istifadəsi məsləhət deyil. Sadəcə üzünüzü təmizləyib və sadə nəmləndirici krem və ya gündəlik rutin məhsullarınızı istifadə edə bilərsiniz.